Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 5-ci sinifin 8-ci mövzusu olan oduncaq və mişar materialları mövzusunu öyrənəcəyik. Gəlin mövzumuzla tanış olaq. Deməli, oduncaq nədir əvvəlcə onu deyək. Mişarlanmış köklərdən və budaqdan təmizlənmiş ağac oduncaq adlanır. Deməli, nə? Mişarlanmış köklərdən və budaqdan təmizlənmiş ağac oduncaq adlandı. Ağac özü nədir bəs? Ağac meşələrin, bağların, parkların, şəhər və kəndlərin əsas sakinləridir. Hər bir ağac 3 hissədən ibarətdir. Kök, gövdə, çətirdən ibarətdir. Deməli, bildiyimiz kimi ağaclar hər yerdə var və 3 hissədən ibarətdir. Torpaqda olan hissəsi kök adlanır. Ondan yuxarıda gövdə və digər üst hissəsi çətir adlanır. Sonra, cavan və sağlam ağaclar təbiətin ağciyərləridir. Onlar havanı oksigenlə zənginləşdirir, ətrafı yaşıllaşdırır və gözəlləşdirir. Ona görə də oduncaq materiallar üçün adətən quru və yaşlı ağaclar kəsilir. Deməli, oduncaq üçün hansı ağaclar kəsilir? Quru və yaşlı ağaclar. Əgər oduncağı lifləri boyu uzunluğa və ya eninə kəssək, kəsmə müstəvisində görünən xarakterik təsvir onun teksturası adlanır. Deməli, müəllimlər, tekstura nə oldu? Əgər oduncağı lifləri boyu uzunluğa və ya eninə kəssək, kəsmə müstəvisində görünən xarakterik təsvir onun teksturası adlandı. Gəlin şəkil 2-də oduncağın rəngləri və teksturasına baxaq. Deməli, birinci verilib toz ağacı. Baxın, müəllimlər, bunu necə yadımıza saxlaya bilərik? Elə bil ki, onun üzərində tozcuqlar var. Belə yadımıza saxlaya bilərik. Sonra ikinci verilib qırmızı ağac. Doğrudan rəngi qırmızıdır. Altda isə qoz ağacı verilib. Bu da qırmızıdan daha tünd rəngdədir. Testdə bizə düşsə, baxacağıq ki, məsələn, tünd rəngdədirsə götürəcəyik qoz ağacı. Əgər qırmızı rəngdədirsə götürəcəyik qırmızı ağac. Əgər üzərində tozcuqlar varsa, adına məlum olduğu kimi götürəcəyik toz ağacı. Keçək digər hissəyə. Oduncağın rəngi, teksturası iyi, təkrar olunmazdır. Əsl ustanın əlində isə o ikinci həyat qazanır. Oduncaq tullantısı olmayan materialdır. Deməli, bayaqda oduncağa bir tərif verdik. Nə oldu? Mişarlanmış, kökdən, budaqdan təmizlənmiş ağac oduncaq adlandı. İkinci tərif isə bu oldu. Tullantısı olmayan material oduncaqdır. Ağacın bütün hissələri təsərrüfatda, sənayedə, tikintidə, məişət və əmək alətlərinin istehsalında, tətbiqi sənət əsərlərinin yaranmasında istifadə olunur. Ağacların gövdələrini eninə mişarlamaqla şalban, uzuna mişarlamaqla müxtəlif mişar materialları, məsələn, tir, tircik, taxta, lövhələr, şalbanın 1/4, yəni çərək, şalban yanı alınır. Ağacı eninə mişarladıqda alındı şalban, uzuna mişarladıqda alındı tir, tircik, taxta, lövhələr, şalbanın 1/4 çərək, şalban yanı alındı. Gəlin indi bunlarla ətraflı tanış olaq. Görək ayrı-ayrılıqda özləri nə deməkdir. Şəklə baxmazdan əvvəl birinci təriflərə baxaq. Deməli, tir nə oldu? Eni və qalınlığı 100 mm-dən çox olan mişar materialıdır. O, ağacın özəyindən hazırlanır. Əgər tir iki tərəfdən mişarlanıbsa, onu 2 haşiyəli, 4 tərəfdən mişarlanıbsa, 4 haşiyəli adlandırırıq. Deməli, tirdə nə oldu? En və qalınlıq 100 mm-dən çox oldu. Ağacın özəyindən hazırlanır. 2 tərəfdən mişarlanıbsa 2 haşiyəli, 4 tərəfdən mişarlanıbsa 4 haşiyəli adlandırırıq. Keçək tirciyə. Qalınlığı 100 mm-dən az, eni qalınlığından 2 dəfə az olan mişar materialıdır. Tircik ağacın özəyinin bir hissəsindən hazırlanmışdır. Gəlin tirlə tirciyi ayırd edək. Deməli, dedik ki, eni qalınlığı 100 mm-dən çox olan hansı oldu? Tir. Bəs yaxşı, qalınlığı 100 mm-dən az, eni qalınlığından 2 dəfə az olan mişar materialı hansıdır? Tircik. Dedik ki, tir ağacın özəyindən hazırlanır. Tircik isə ağacın özəyinin bir hissəsindən hazırlanmışdır. Keçək taxtaya. Qalınlığı 100 mm qədər və eni qalınlığından 2 qat artıq olan mişar materialıdır. Deməli, taxta da qalınlığı 100-ə qədər, eni qalınlığından 2 qat artıq olan mişar materialıdır. Lövhə şalbanı uzunluğa yarıya mişarladıqda alınır.
Şalbanın 1/4 isə şalbanı 4 yerə mişarladıqda alınan mişar materialıdır. Adından məlum olduğu kimi şalbanın 1/4 onu 4 yerə mişarladıqda alınan bir hissədir. Şalban yanı isə şalbanın mişarlanmış yan hissəsidir. Şalban yanı şalbanın yan hissəsidir. Aşağıya keçməzdən əvvəl sizə bunları rəqəmlər üzərində göstərmək istəyirəm. Suallar verəcəm, onları siz də cavablandırın. Deyirəm ki, eni və qalınlığı 150 mm olan hansı mişar materialıdır? Avtomatik fikirləşirik ki, 150 dedim, en də qalınlıqda. Deməli, en və qalınlıq 100 mm-dən çoxdursa, hansı olacaq? Tir. Sonra deyirəm ki, qalınlığı 80 mm, eni isə 40 mm olan hansı mişar materialıdır? Fikirləşirik. 100-dən az dedim, 80 dedim. Qalınlığı isə 2 dəfə az dedim, 40 oldu. Hansı olacaq? Tircik. Sonra başqa birini deyək. Məsələn, qalınlığı deyirəm 60, eni də deyirəm 120. Deməli, qalınlıq doğrudan da 100-dən az oldu, 60. En də qalınlıqdan 2 dəfə çox dedim, 120. Hansı olacaq? Taxta. Bəli, müəllimlər, bu qədər asandır. Sonra keçək digər hissəyə. Mişar materialları aşağıdakı elementlərdən ibarətdir. Görək hansı elementlərdə olar? Təbəqələr, yəni laylar, kənarlar, tillər, en kəsik, yəni təpələr. Deməli, təbəqə lay nədir? Mişar materiallarının enli səthi. Kənar ensiz səthi deyilir. Mişar materiallarının təpəsinin kəsik səthinə isə en kəsik təpə deyilir. Mişar materiallarının səthlərinin kəsişmə xətti isə til adlanır. Deməli, enli səth nə oldu? Təbəqə, ensiz səth kənar, en kəsik alındı en kəsik səthinə deyilir. Sonra kəsişmə xətti isə til adlanır. Gəlin indi baxaq şəkil 3-ə. A-ya baxaq. A nədir? A 4 haşiyəli tirdir. Bəli, göründüyü kimi 1, 2, 3 və 4 hissədən ibarətdir. Bəs yaxşı, rəqəmlərə baxaq. Bir baxın, enli səth oldu təbəqə. Həm də digər hissəsində bir verilib, o da enli səth təbəqə adlanır. Deməli, 3 en kəsik adlanır. Sonra 4 isə baxın, kəsişmə xətti verilib, bu da 4 alındı til. B-də isə 2 haşiyəli til verilib. Doğrudan da 2 hissədən ibarətdir. Sonra burada da yenə bildik ki, enli səth 1 təbəqədir, 4 tildir, 3 isə en kəsik təpə hissəsidir. C-də verilib kiçik tirlər. Baxın, 2 dənə tir verilmişdir. Bunlar ikisi də kiçik tirlərdir. Sonra rəqəmləri verilib, yenə onları öyrəndik. G-də verilib kənarları kəsilmiş taxta. Sonra D-də verilib tilləri oval şəklində olan taxta. Baxın, bu da G ilə fərqi odur ki, bunun tilləri verilmişdir. Deməli, bu olacaq tilləri oval şəklində olan taxta. Y, lövhə. Şalbanın uzunluğuna yarıya mişarladıqda alınırdı lövhə. Sonra J-də verilmişdi şalbanın 4/1, yəni çərək. R-də isə verilmişdi şalbanın yanı. Baxın, şalbanın bir hissəsi, yəni yan hissəsi. Keçək digər hissəyə. Deməli, faner nədir? Faner konstruktiv oduncaq materialdır, testlərə düşür. Onu 3 və daha artıq soyulmuş şpon təbəqəsini üst-üstə yapışdırma yolu ilə alınır. Baxın, doğrudan da burada fanerlər verilmişdir. Bir neçə şponu üst-üstə yapışdırırlar, alınır faner. Sonra keçək digər hissəyə. Bəs yaxşı, şpon özü nədir? Xüsusi dəzgahlarda kəsilmə yolu ilə alınmış nazik oduncaq qatlarıdır. Bəs yaxşı, soyulmuş şpon nədir? Soyulmuş şpon soyma dəzgahlarında fırlanan şalbandan enli yonqarın iti bıçaqla kəsilməsi ilə alınır. Bu zaman şalban rulon kimi şpon lenti şəklində açılır. Görə indi faneri almaq üçün nə edirik? Deməli, müəllimlər, bu hissəyə diqqət edin. Bu ardıcıllıqdır. Əvvəlkilərin miq sualı olub. Deməli, faneri almaq üçün şpon lenti müvafiq ölçüdə kəsilir və quruducu kameralarda qurudurlar. Sonra təbəqələrə yapışqan çəkib bir-birinin üzərinə qonşu təbəqələrin lifləri perpendikulyar olmaq şərti ilə yapışdırılır, preslənilir. Deməli, faneri birinci
Kəsdik. Sonra onu qurucu kameralarda qurutduq. Sonra yapışqan çəkib bir-birinin üzərinə perpendikulyar olmaq şərti ilə yapışdırıb preslədik. Sonra görək faner hansı xüsusiyyətlərə malikdir. Faner oduncaqdan möhkəmdir, çatlamır, yaxşı əyilir, asan emal olunur. Və onlar evlərin tikintisində, mebel sənayesində və maşın qayırmada istifadə olunur. Deməli, faner necə materialdır? Möhkəmdir, çatlamır, yaxşı əyilir, asan emal olunur. Harada istifadə olunur? Evlərin tikintisində, maşın qayırmada, mebel sənayesində istifadə olunur. Daha sonra keçək oduncaq yonqarlı plitələrə, yəni OYP-lərə. Yonqar, kəpək, oduncaq tozu halına salınmış oduncağın eyni vaxtda preslənməsi və yapışdırılması yolu ilə alınır. OYP 10-26 mm. Testlərə sual düşəcək. Millimetr yoxsa santimetr? Avtomatik bilirik ki, millimetrdir. Deməli, 10-26 mm qalınlığında istehsal olunur. Bu material möhkəmdir. Demək olar ki, əyilmir, kəsici alətlərlə yaxşı emal olunur. Gəlin bunu fanerlə müqayisə edək. Demişdik ki, hər ikisi möhkəmdir. Faner əyilirdi, amma OYP əyilmir. Hər ikisi kəsici alətlərlə yaxşı emal olunur. Oduncaq lifli plitələr, yəni OLP və ya orqalit. Liflərə qədər doğranmış və buxara verilmiş oduncaq kütləsinin təbəqə şəklində preslənmə yolu ilə alınır. Deməli, OYP-də açar sözümüz yonqar, OLP orqalitdə isə açar sözümüz liflərə qədər doğranmış. Deməli, orqalit boz rəngdə olur, düz və hamar səthə malikdir. Orqalitin rəngi nə oldu? Boz rəng. Səthi necədir? Düz və hamardır. Faner, oduncaq yonqarlı və oduncaq lifli plitələrin çatışmayan cəhəti isə onların rütubətdən qorxmasıdır. Deməli, müəllimlər, hər üçünün ortaq cəhəti nədir? Rütubətdən qorxur. Rütubətin təsiri altında faner laylara ayrılır, plitələr isə şişir və möhkəmliyini itirir. Deməli, müəllimlər, bugün biz nə öyrəndik? Bir də nəzərdən keçirək. Deməli, oduncağı öyrəndik. Sonra oduncağın teksturasını öyrəndik. Hansı mişar materialları alınırdı, onları öyrəndik. Sonra mişar materiallarının elementlərini öyrəndik. Sonra şəkillər üzərində göstərdik. Daha sonra isə fanerdən danışdıq, şpondan. Sonra oduncaq yonqarlı plitələr və oduncaq lifli lövhələr. Çox asan və maraqlı dərsdir, rahat dərsdir. Belə müəllimlər, bugünkü dərsimiz bu qədər. Hər birinizdə uğurlar. Sağ olun, sağlıqla qalın.